dinləyicilər, dəyərli müəllim və şagird kollektivi, əziz məktəb ailəmiz. Bugün gələcəyin işığı FM efirində sizləri tariximizin mənəvi dayaqlarından biri ilə salamlayıram. Mən məktəbimizin 7B sinif şagirdi Əliyev Nuray, hər birinizə dərin ehtiramla müraciət edirəm. Bugünkü xüsusi buraxılışımız Azərbaycan torpaqlarının yenilməz iradəsini, milli yaddaşımızın möhkəmliyini, zəfərimizin təntənəsini yaşadan Kəlbəcər şəhəri gününə həsr olunur. Hər bir xalqın yaddaşında elə torpaqlar var ki, həmin məkanlar təkcə coğrafi sərhəd deyil, millətin ruh gücünün təcəssümünə çevrilir. Azərbaycanın da belə müqəddəs bölgələrindən biri Kəlbəcərdir. Bu torpağın adı çəkiləndə göz önündə həm qədim bir tarix, həm də əzəmətli təbiət canlanır. Kəlbəcər həm dağlar boyu uzanan vüqar, həm bulaqlar boyu axan ümid, həm də əsrlərdən süzülüb gələn mənəvi irs deməkdir. Bugün biz sadəcə bir şəhəri xatırlamırıq. Bugün biz bir xalqın dözümünü, səbri ilə yazdığı tarixin qürur sətrini, azadlıq eşqinin nə qədər müqəddəs olduğunu bir daha yad edirik. Kəlbəcər həm təsəlli, həm qürur, həm də yenidən doğuluşun simvoldur. Kəlbəcər Azərbaycan tarixinin ən qədim yaşayış məkanlarından biri kimi əsrlər boyunca mədəniyyət və sivilizasiya ocağı olur. Arxeoloji tapıntılar bu ərazilərdə qədim insan məskənlərinin uzun illər əvvəl formalaşdığını təsdiqləyir. Dağların ucalığı, dərələrin dərinliyi, zəngin flora və fauna, sıldırım qayalıqlar bu torpağı təbiətin nadir incisinə çevirir. Kəlbəcərin adı da özündə böyük mənalar daşıyır. Bir çox araşdırmalara görə söz, qalalar içində qala, daşlı, bərk qalalı yer kimi məna kəsb edir. Bu mənalar isə bölgənin sərt coğrafiyası və tarixi müqavimət ruhu ilə böyük uyğunluq təşkil edir. Kəlbəcər əsrlər boyu həm təbii qala funksiyasını daşıyıb, həm də xalqımızın mənəvi qalası kimi möhkəm dayanır. Təbiətin yaratdığı möhtəşəm tablo Kəlbəcəri xüsusi edir. Bu bölgə təkcə Azərbaycanın deyil, Qafqazın nadir iqlim və təbiət xəzinələrindən sayılır. Təmiz bağdağ havası, bullur kimi sular, dünya şöhrətli isti su, çinar meşələri, mineral bulaqlar və nadir bitki növləri bu torpağın zənginliyindən xəbər verir. Elmi araşdırmalara əsasən, Kəlbəcər ərazisində 250-dən çox mineral bulaq mövcuddur ki, bu da regionu həm ekoloji, həm də sağlamlıq turizmi üçün unikal məkan halına gətirir. Bugün Kəlbəcər yenidən dirçəliş mərhələsindədir. Azad olunmuş torpaqlarımızda aparılan yenidən qurma işləri bu bölgənin gələcək inkişafına möhkəm təməl yaradır. Dövlət tərəfindən həyata keçirilən layihələr Kəlbəcərin həm iqtisadi, həm mədəni, həm də ekoloji baxımdan nümunəvi bölgələrdən birinə çevrilməsini hədəfləyir. Bu yalnız bərpa deyil, həm də yeni bir həyatın başlanğıcıdır. Kəlbəcər həm də mübarizə rəmzidir. 1993-cü ildə baş verən işğal bu ərazini bizdən ayırdı. Bu torpağın kəndləri, bulaqları illərdən iskildə qaldı. Lakin xalqımızın iradəsi sarsılmadı. Kəlbəcər hər zaman qəlblərdə yaşadı, yaddaşlarda öz yerini qorudu. Hər bir Azərbaycanlı qəlbinin bir parçasını Kəlbəcərlə birlikdə həsrətdə saxladı. 44 günlük vətən müharibəsi isə bu həsrətə son qoydu. Ordumuzun şücaəti, şəhidlərimizin fədakarlığı, qazilərimizin əzmi, xalqımızın birlik və həmrəyliyi nəticəsində Kəlbəcər yenidən azad edildi. 25 noyabr tarixi isə millətimizin qələbə yolunda qürur anı kimi tarixə həkk olundu. Kəlbəcər Azərbaycanın özünə məxsus mənəvi dirəyidir. Bu torpağın yenidən xalqımıza qovuşması həm tarixi ədalətin bərpası, həm də gələcək üçün böyük ümidlərin real təzahürüdür. Nasir Kəlbəcər inkişaf planları, yeni infrastruktur layihələri, bərpa olunan kəndləri və tikilən yolları ilə tamamilə yeni nəfəs alır. Yeni enerji layihələri, kənd təsərrüfatı infrastrukturu, turizm zonaları bölgənin gələcək iqtisadi potensialını daha da gücləndirir. Kəlbəcər Azərbaycan dövlət quruculuğunda strateji dəyərə malik bölgələrindən birinə çevrilməkdədir. Bugün bizim borcumuz yalnız o torpaqları sevmək deyil, həm də həmin ərazilərin gələcəyinə sahib çıxacaq gənc nəslin formalaşmasına töhfə verməkdir. Məktəblər olaraq bizlər üçün Kəlbəcər qürurdur.
öyrənmək üçün dərsdir, ilham üçün qaynaqdır. Kəlbəcərin azad olunması şəhidlərimizin bizə əmanətidir. Hər bir şəhid ailəsinin göz yaşında həmin torpağın nuruna çevrilən bir dua var. Bugünkü azadlıq və qayıdış onların ömürlərini fəda etməsi sayəsində mümkün oldu. Onlara olan borcumuz heç vaxt ödənməz. Lakin onların xatirəsini yaşatmaq bizim ən müqəddəs vəzifəmizdir. Bugün Kəlbəcər haqqında danışarkən təkcə keçmişi deyil, həm də gələcəyi görürük. Çünki Kəlbəcər artıq inkişafın simvoludur. Hər bərpa olunan kənd, hər inşa edilən məktəb, hər açılan yol bu torpağın üzərində yeni həyatın başlanğıcını müjdələyir. Bu torpağın hər qarışı indi bizə bir məsuliyyət daşıyır. Onu qorumaq, onu sevmək, onu daha da inkişaf etdirmək. Gələcək nəsillər üçün daha güclü, daha abad, daha firavan Kəlbəcər yaratmaq milli borcumuzdur. Hörmətli dinləyicilər, əziz məktəb ailəm, bugün Kəlbəcər şəhəri gününü qeyd edərkən bir daha anlayırıq ki, azadlıq hər nəfəslə dəyər qazanan neymətdir. Biz bu dəyəri qorumağa borcluyuq. Hər birimiz bu torpağın sabahı üçün kiçik də olsa töhfə verə bilərik. Qəlbimizdəki vətən sevgisi, dövlətə olan sədaqət və qəhrəmanlarımızın xatirəsinə ehtiram bizi daha da gücləndirəcək. Bu xüsusi buraxılışda bizimlə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Sözlərinin sonunda Lənkəran rayonu Yuxarı Qüvvətli Kənd Komutu Ümumi Təhsil Məktəbinin rəhbərliyi, bütün pedaqoji və texniki heyəti adından Kəlbəcər şəhəri gününü qürurla qeyd edir. Hər birinizi bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Mən Əliyeva Nuray, Gələcəyin İşığı FM-in bugünkü xüsusi buraxılışını burada yekunlaşdırıram. Növbəti verilişlərdə görüşmək ümidi ilə hər birinizə əminlik, nəfəsinizə qüvvət, qəlbinizə isə daim doğma Kəlbəcər işığı arzulayıram. Vətənimiz daim var olsun, torpaqlarımız nurla dolsun.